Hər kəs salamlar dostlar, mən Xəyal, YouTube kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə sıfırdan texniki analiz seriyasının davamı olan risk menecmentdən danışacağıq. Mənə görə bu seriyanın ən önəmli videolarından biridir. Çünki texniki analizi nə qədər yaxşı bilirsinizsə, bilin, nə qədər uğurlu olursunuzsa olun, büdcənizi düzgün bölmədiyiniz müddət ərzində, risk menecmenti bilmədiyiniz halda, idarə edə bilmədiyiniz halda təəssüf ki, texniki analizin heç bir mənası olmur. Ona görə də bu gün sizlərlə risk menecment necə olmalıdır, riskimi necə bölməliyəm, ola bilər ki, siz futures trade edirsiniz, ola bilər ki, siz spot alış edirsiniz. Bu formula ilə istədiyiniz formada ticarət edə bilərsiniz. Əsas məsələ riski doğru bölməkdir. Bunu necə edirik? Deyək ki, mən gəlirəm bura, bir alış pozisiyası edək. Mənim alacağım coinin qazancı 10% olacaq. İtkisi də olsun, deyək ki, 5%. Mənim 1000 dollar balansım var. Bu 1000 dollar balansa görə bu pozisiyaya daxil olmalıyam. Hətta burada seçək qrafikləri. Deyək ki, coin gəldi, burada müqaməti qırdı və hədəfimiz bu hissədir, giriş yerimiz buradır, stopumuz da dəstəyin altı olan bu hissədir. Mən bu 1000 dolları nəyə əsasən bölməliyəm ki, buradan qazanclı çıxsam da yaxşı qazanc versin, stop da olsam çox itkim olmasın. Buna baxmaq üçün mən baxıram stop faizimə. 5% stopum var deyək ki, 1000 dollar balansım var. 1000 dolları bölürəm 5-ə, alıram 200 dollar. Deməli, mən bu balansı 200 dollarını bu pozisiyaya daxil edə bilərəm. Niyə? Çünki 200 dolların 5%-ni itirdikdə mənim ümumi itkim olur sadəcə 10 dollar. Bu 10 dollar isə mənim ümumi balansımın sadəcə və sadəcə 1%-idir. Yəni, bu risk menecmentə əsasən mənim stoplarım hər zaman balansımın 1% olmalıdır. Hətta siz bunu 0.5 də eləyə bilərsiniz, 0.2 də eləyə bilərsiniz. Formula çox bəsitdir. Kassanız bölünsün stop. Bu qədər bəsit. Alınan məbləğlə siz pozisiyaya daxil olursunuz. Qazancınız nə qədər olur? 10% qazanc əldə edirsiniz. 200 dolların 10%-i eləyir 20 dollar. Ümumi balansınızı 2% artırmış olursunuz. Burada baxın, risk ödül oranı var. Risk ödül oranı nədir? Əslində bizim texniki analizdə R dediyimiz bir sistem var. Bu R sizin risk edə biləcəyiniz məbləği göstərir. Yəni, sən balansının nə qədərini risk etməyə hazırsan? Yəni, burada mən 2R qazanc əldə edəcəmsə, mən əgər riskimi 1% olaraq götürmüşəmsə, deməli, 2% qazanc əldə edəcəm. Deməli, 1000 dollarım 2% artacaq. Çox vaxtlar biz ümumi treyderlər olaraq 4 saatlıq xüsusilə qrafiklərdə analiz etdiyimiz zamanlarda çalışırıq ki, 2.5-dən artıq olan risk ödül, risk qazanc pozisiyalarına daxil olaraq. Bu artıq trade növünə görə dəyişir. Amma siz bu formada ticarət edərək, riskinizi bu formada bölərək çox asanlıqla balansınızı böyüdə bilərsiniz. Bu niyə rahatdır? Eyni zamanda sizin balansınızın yavaş-yavaş azalmağına səbəb olur və siz dəfələrlə stop olmalısınız ki, balansınız ərsin. Bu da düzgün treydə, düzgün texniki analizlə biraz çətin məsələdir. Short pozisiyada eyni formada olur. Deyək ki, mənim 3% itkim var, 9% deyək ki, qazancım var. Lap elə eyni olsun, 10 olsun, 5 olsun, yenə eyni formada. 1000 dolların bölürəm 5-ə və 200 dollarla mən o pozisiyaya daxil oluram. Bu qədər bəsit. Short pozisiyada eynidir. Baxın, burada mənim risk revardım 1.96-dır. Yəni, indi burada biraz oynamaq lazımdır ki, o tamamilə 2 olsun. Bu 3 ola bilər, 4 ola bilər, 5 ola bilər. Bu artıq sizin stop faizinizi və qazanc profit hissəsinə qədər dəyişə bilir. Bu artıq sizin öz işinizdir. Yaxşı xəyal, bəs futures da necə olacaq? Futures əslində daha çoxu ilə girirsinizsə, balansınızın daha çoxu ilə daxil olursunuzsa, qumardır. Amma bu metod ilə siz qumardan qaçmış olursunuz.
Nə demək istəyirəm? Mənim 1000 dollar balansım varsa və mən 5 dənə coin-a daxil olmaq istəyirəm deyək ki. Və bütün hamısında stop faizi mənim üçün 5%dir. Bu o deməkdir ki, mən 1000-i böləcəm 5-ə, 200 dollar yenə əldə edəcəm və 200-ü 5 dənə coin-a böldüm və salam. Mənim 1000 dollar balansımın hamısı artıq coin-dədir. Kənarda mənim pulum qalmadı. Futures bu hissədə artıq mənim yardımıma çatır. Niyə? Mən hansısa bir coin-ə misal üçün deyirəm, 200 dollarla daxil olmaq yerinə 20 dollar 10x daxil oluram. Və bunu etdikdə mən 5 dənə coin-ə böldüyüm halda mən cəmi balansımın sadəcə 100 dollarını istifadə etmiş oluram. Amma mənim stop faizim və risk revardım eyni olduğu üçün mən yüksək miqdarda, məbləğdə risk etməmiş oluram. 200 dollarla daxil olmaqla 20 dollar 10x daxil olmaq bu hissədə eyni şeydir. Amma yox, siz 1000 dollar balansınız var, 200 dollarla 10x daxil olursunuzsa, bu artıq 2000 dollarlıq bir pozisiya deməkdir və bu artıq sizin balansınızın dəfələrlə qat çoxudur. Eyni zamanda əriməklə səbəb ola bilər. Stop olsaz və salam, məsələ bitdi. Ona görə də 1% strategiyası, indi siz bunu 1% deyirsiniz, misal mən 1% deyirəm, siz bunu 0.5 deyə bilərsiniz, 0.2 deyə bilərsiniz, balansınıza uyğun düzəldə bilərsiniz. Bəlkə siz balansınızın 5%-ni itirmək istəyirsiniz, gözə alırsınız və yaxud da ki, tövsiyə eləmirəm, normalda 1% ən idealdır. Yəni, hətta deyərdim ki, ümumi böyük balanslarda 0.1, 0.2, 0.3 hətta belə arlar risk ratio olaraq götürülür. Ümid edirəm bu video sizin köməyinizə çatar. Mən düşünürəm ki, çox ideal bir sistemdir. Mən özüm də bu formada treydlərimi edirəm və balansım sürətlə olmasa da davamlı olaraq artır və balansımda azalma olmur. Yadınızda saxlayın, əgər balansınız çox sürətlə artırsa və yaxud da çox sürətlə düşürsə, burada problem var. Balans yavaş-yavaş, amma davamlı şəkildə artmalıdır. Kanala abunə olmağı, videonu bəyənməyi, Telegram kanalımıza qoşulmağı unutmayın. Ümid edirəm sizlər üçün faydalı olar. Gələn videolarda görüşərik.